Mayın 2-də Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin təşəbbüsü, Dövlət Turizm Agentliyinin tabeliyindəki Azərbaycan Milli Kulinariya Mərkəzinin və Azərbaycan Milli Elmlər Akademiyasının birgə əməkdaşlığı çərçivəsində hazırlanan Milli Dadlar layihəsinin və eyni adlı onlayn platformanın təqdimat mərasimi keçirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin Amyanı Riyaset Heyətinin binasında yerləşən büstü önünə tər güllər düzülüb. Təqdimat mərasimi giriş nitqi ilə açan Amyanın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycan milli mətbəxi zəngin tarixi köklərə malik, ümumilli mədəniyyətimizin ayrılmaz hissəsi olmaqla xalqımızın məişətini, adət-ənənələrini, dünya görüşünü və həyat tərzini əks etdirir. Akademik İsa Həbibbəyli bu zəngin mədəni irsinin qorunması, sistemli şəkildə öyrənilməsi, dünyaya təbliği və gələcək nəsillərə ötürülməsinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Amya prezidenti həmçinin milli mətbəx mədəniyyətimizin başqa xalqlar tərəfindən mənimsənilməsinə cəhdlər edildiyini və öz adlarına çıxmağa çalışdıqlarını deyib. Kulinariya və mədəni irsimizin aparılacaq elmi tədqiqatlar və təbliğatlarla beynəlxalq miqyasda qorunacağını vurğulayıb. Sonra çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev layihənin əsas məqsədinin milli kulinariya nümunələrinin qorunması, tanıdılması və gələcək nəsillərə ötürülməsini təmin etmək olduğunu vurğulayıb. Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin əsas fəaliyyət istiqamətlərindən biri milli kulinariyamızın təbliği və milli mətbəximizin tanıdılmasıdır. Bu istiqamətdə tərəfimizdən indiyədək müxtəlif layihələr həyata keçirilib və bir sıra layihələrlə davam etməkdədir. Bunlardan biri də Azərbaycan Milli Elmlər Akademiyasının və Milli Kulinariya Mərkəzinin uzun müddət birlikdə işləyib hazırladığı Milli Dadlar layihəsidir. Bu layihə və layihə çərçivəsində yaradılan onlayn platforma xalqımıza məxsus milli mətbəxin, eləcə də regionlarda unudulmuş qədim dadların yenidən bərpa edilməsi və qorunmasına, həmçinin gələcək nəsillərə çatdırılmasına dəstək vermək məqsədini daşıyır deyə Fuad Nağıyev qeyd edib. Agentlik sədri vurğulayıb ki, milli yeməklərimiz daha böyük mənada tariximizi, milli kimliyimizi əks etdirir və bu məqamı nəzərə alaraq layihənin ikinci mərhələsində bu milli dadların formalaşmasının arxasında duran tarix, mədəniyyət və insanların həyat tərzi ilə bağlı məqamlar da araşdırılacaq. Daha sonra Dövlət Turizm Agentliyinin Gastronomiya şöbəsinin müdiri Səkinə Əsgərova Milli Dadlar onlayn platformasının təqdimatını edib. Tədbirə çıxış edənlər milli mətbəximizin tədqiq olunmasının əhəmiyyətindən və təqdimata keçirilən Milli Dadlar onlayn platformasının önəmindən danışıblar. Leyli Namiq qızı, Fərid Həşimov, Elm TV.